Azərbaycan Respublikasının dövlət himni səslənsin. Axşamınız xeyir olsun, hörmətli qonaqlar, xanımlar, cənablar, hər birinizi xoş gördük. Bu gözəl gecədə hər birinizi salamlayırıq. Bugün bu gözəl məkanda bizim dostlarımızın çox önəmli bir gününə yığışmışıq və irəliləyən zamanda mən bütün qonaqlarımıza bir daha daimi olaraq həm təşəkkür edəcəm bugün bura gəldiklərinə görə, həmçinin də bizim dostlarımız, xüsusi qonaqlarımız mükafatlar olacaq, gecəmizin xüsusi anlarını bir yerdə yaşayacaq. Bugün artıq hər birinizə, hər birimizə, bütün Azərbaycana çox yaxşı tanış olan Motivator Azın, Motivatorun nə az nə çox düz 5 yaşı tamam olur. Mən dostlarımızı bu gözəl gün münasibəti ilə təbrik eləmək istəyirəm. Motivatorun ilk təməl daşları atılandan onlarla bir yerdə olan biri olaraq söyləmək istəyirəm ki, bu yolun nə qədər uğurlu, nə qədər çətin, nə qədər zəhmətli və nə qədər də gözəl olduğunun fərqində olan biriyəm. Və bugün bu qədər insanın öz sahəsində peşəkarların, öz sahəsində uğurlu insanların bir yerə toplaşması bir daha Motivatorun uğurudur. Dostlar, 5 yaşınız mübarək olsun, bu alqışlar da sizin üçün səslənsin. Bizim bugünkü gecəmizdə xüsusi özəl məqamlarımız olacaq. Heç bir qonaqlar buradan tez getməyə tələsməsin, çünki maraqlı məqamlar, önəmli məqamlar sizi gözləyir. Mən hər şeydən öncə gecəmizin ilk dəqiqələrində Azərbaycan Respublikasının himni ilə başladıq və burada, bu məkanda Azərbaycan himnini və Azərbaycan bayrağını uzun illərdən bəridir ki, dünyanın bir çox yerlərində, öz sahələrində dalğalandıran, yüksəldən insanlarımız var, qonaqlarımız var, dostlarımız var, onları da bir daha salamlayıram və Azərbaycan adını, Azərbaycan musiqisini uzun illərdir, kiçik yaşlarından dünyanın ən önəmli və ən böyük səhnələrində səsləndirən, dünya musiqisini ən peşəkarcasına, yaşının az olmasına baxmayaraq ifa edən və dünya musiqi tənqidçiləri tərəfindən çoxdandır ki, qəbul olunan balaca istedadlı qızımızı mən bura dəvət edəcəm. Gecəmizin ilk anlarını onun musiqisi ilə başlayırıq. Mən sizdən çox xahiş edirəm. Alqışlarınızla dəstək olaq. Surə Rüfət sizin üçün, bizim üçün bu gözəl gecədə ilk çıxışını təqdim edəcək. Buyursun.
Bravo! Surə Rüfət Azərbaycanın son illərdə yetişdirdiyi, dünya musiqisinə də töhfə olaraq verdiyi ən peşəkar və ən istedadlı musiqiçilərimizdəndir. Alqışlarınız zəhmət olmasa. Təşəkkürlər. Bir daha görüşəcəyik biz bu səhnədə Surə ilə bir yerdə. Hörmətli qonaqlar, hər birimizə gözəl məlumdur ki, motivasiya hər bir insan üçün lazımdır. Və bu layihə ilk yarananda məqsədi öz sayəsində uğurlu olan insanları bir yerə yığmaq, uğurlu olan insanları bir yerdə bir-birləri ilə ünsiyyəti, münasibətini yaratmaq və həmçinin də təbii ki, kimlərəsə örnək olmaq, kimlərinsə baxıb ilhamlanması üçün idi. Və dostlar işi o qədər irəli apardılar ki, qısa müddət də əslində bu layihə üçün 5 il, amma 5 ildə o qədər böyük işlər gördülər ki, hətta gənclərə belə ilham verməyə başladılar. Və o qədər əziyyətlər, o qədər gözəl işlər, o qədər zəhmət gətirdi ona çıxartdı ki, bir gündə 2 tədbir etdilər. Bugün, günün əvvəlində bizim dostlarımız, motivator və onun bütün komandası gənclər üçün gözəl bir forum təşkil elədi. Tərkibində hədiyyələr olan, əyləncə olan, ünsiyyətin, münasibətin bol olduğu və gənclərimizin öz işində, öz gələcək yolunda xüsusi uğurlar əldə etməsi üçün deyilən məsləhətlər və sairə və axırlarla dolu gözəl, möhtəşəm bir forum təşkil etdilər. Və həmin forumdan günorta olmağına baxmayaraq bizim artıq bir video çarxımız var. Mən istəyirəm forum haqqında təəssüratınız yaranması üçün diqqət monitora baxaq görək bizim dostlarımız günorta gənclərə motivator olaraq hansı motivasiyalar veriblər. Surə Su şirkəti evlərə, ofislərə və bir çox dövlət əhəmiyyətli müəssisələrə 100% təbii minerallarla zəngin 19 litr və 0,5'lik qablarda su çatdırır. Ən gözəl motivasiyanı səhnədən gördüyümüz kimi uğurlu, istedadlı dostlarımız həmçinin də rəqsləri ilə vermiş olub. Uşaqlar, siz əməlli başlı. Gənclərə nə lazımdır? Gümrah, istedadlı, gənc, öz yolunda uğurlu olan insanların, onların qarşısında bax belə rahat, sadə və gözəl ünsiyyəti, münasibəti. Və onu da alıblar. İnşallah bir çox gənclərimizə də bununla böyük bir motivasiya vermiş olarsınız. Və dostlar, bugün sizin qarşınızda, sizin üçün bax bu tədbirdə Bir Ol klubun təqdimatı da olacaq. Bu o deməkdir ki,
burada olan dostlarımız, artıq Birolun üzvləri var. Amma burada olan dostlarımız masalarında olan orada xüsusi qeydlər var, qələmlər var. Birolun üzvləri də ola bilərlər. Mütləq və mütləq gecəmizin irəliləyən dəqiqələrində, zamanlarında həmin insanları da biz bura təqdim edəcəyik. Amma Motivator böyük bir layihədir. Motivator qısa müddətə Azərbaycana səs salmış bir layihədir. Addım-addım, böyük zəhmətlə ətrafına gözəl insanları toplayaraq bugün 5 yaşını qeyd edir. Və mən istəyirəm ki, hal-hazırda onları səhnəyə dəvət edim. Bayaqdan bəri də bax görürsünüz burada. Hamısını da biz gözəl tanıyırıq. Uzun illərdən bəri ayrı-ayrılıqda tanıdığım dostlarımızdır. Mən istəyirəm sizin alqışlarınızla ilk olaraq bura dəvət etmək istəyirəm. Motivator layihəsinin yaradıcısı, Motivator layihəsinin ideya müəllifi və rəhbəri Rüfət Həsənovu bura dəvət edim səhnəyə. Alqışlarınızla. Daha sonra gözəllik xanımlara və bəylərə uzun illərdən bəridir ki, peşəkar əllərlə gözəllik bəxş edən Saxara Salonlar şəbəkəsinin təsisçisi Sərxan Qulamlı alqışlarınızla Azərbaycanda bütün hər birimizin içindən qarışıq, nəinki özümüzün, ailə üzvlərimizin güvənərək, sevərək getdiyimiz bir məkan. Lovely Dent və onun təsisçisi Xəyal Səmədov. Və təbii ki, burada avtomobillər görürük. Girişdə də möhtəşəm avtomobillər gördük. Gözdəydi sənə. Gözdəyir, heç nə olmaz çıxdı. Və avtomobillər içində ən balaca, ən kiçik avtomobil mənim olsa da belə. Burada möhtəşəm avtomobillər var, amma biz insanlar olaraq avtomobillərimizi gözəlləşdirməyə çox sevirik. Tuning Azart qrupun təsisçisi Arif Zeynalov. Uzun illərdən bəridir bu sahədə adını brendləşdirmiş dostlarımızdan biri və əlbəttə ki Design, Redesign Luxury Tural Namazov. Bax bu əsas komanda, Birol və Motivatorun əsas komandası dostlarımız. Hər birinizə təşəkkürlər, hər birinizə uğurlar, qara geyinən bəylər. Həyatınız, işiniz və gələcəyiniz bəmbəyazdır və elə də olsun uğurlarınız kimi həmçinin. Mən sizin hər birinizə təşəkkür eləyirəm, təbrik eləyirəm və təbii ki video yox, canlı olaraq sizin fikirləriniz. Axşamınız xeyir olsun. Gəlin bir dənə zəhmət olmasa, elə özümüzü alqışlayaq burada, biz hamımız bir yerdəyik. Biz hamımız birik, ona görə biz daha güclü olacaq və bizim bugünkü gün 5 illimizdir, Motivator layihəsinin 5 illidir. İnanırsınız ki, 5 il necə keçdi, özüm bilmədim. Çünki o qədər iş var, o qədər bizim çəkilişlərdir, tədbirlərdir. Samirlə biz bunu 5 il bundan qabaq müzakirə edirdik, hansısa bir məkanda, yadıma gəlir də Samir. Və bugün Samir mənim üçün çox xoşdur ki, həm bizim məclisimizə aparıcısıdır, həm də bol-bol danışa bilir. Niyə? Çünki bunu hər bir şeyi özü görüb. Düz deyirəm Samir? Sıfırdan. Ona görə çox sağ olun gəldiyinizə görə. Biznesi bilənlərdən biz onu nacizane üstümüzə götürməyə çalışırıq ki, gənclərə biznes yolunda ilerləməyi, çünki onlar da bizim övladlarımızın çalışacağı, işləyəcəyi, yaşayacağı bir cəmiyyətdə sahibkarlar olacaqlar. Daha düzgün, daha çalışqan və daha ağ biznesmenlər istəyirik ki, cəmiyyətimizdə olsun. Biz də nacizane bunu etməyə çalışırıq. Sizdən də xahişimiz budur ki, gənclərə dəstək olasınız. Bizim komandamızın %99'u gənclərdən ibarətdir və bu bizi iləri aparır devamlı. Çox sevindirici bir haldır ki, bu cür bir gecədə görüşürük. Nə xoşdur ki, belə gözəl insanlarla görüşürük. Və Motivatorun mən 2 il bundan öncə bir uğur hekayemizi bölüşəndə sonra çox qəribə şeylər baş verdi. Həqiqətən də müəyyən bir qadın kütləsi bizi tanıyırdı işimizdən ötürü. Və indi çox fərqli sahələrdən bəylər də tanıyır. Və bu Motivatorun gücüdür. Burada şəxsən Rüfətə və Motivator ailəsini təşəkkür etmək istəyirəm. Çox qəribə bir alışverişimiz oldu və mən bunu çox yaxşı mənada feedbackini gördüm. Və Birolun sizə verəcəyi nə olaraq desəz, qısa bu gecə ərzində tək-tək çıxışlarımız olacaq, amma mən qısaca bunu deyə bilərəm ki, indiki qloballaşan dünyada sizin üçün lazım olan şey biznesinizin tanınmasına əlavə biznesmenin də tanınması. Buna şəxsi branding deyirlər. Çünki bir biznesi reklam etməkdə, böyütməkdə çox çətindir. Nəinki bir insan üzərindən o biznesi qurub və müştərilərlə o səmimi ortamı yaratmaq. Biz çalışırıq ki, Birol digər platformalardan fərqli olaraq
birbaşa biznesmenin də özünü reklam eləsin, popularlaşdırsın və bu halda biznes daha böyük olacaq deyə düşünürəm. Biznesinizdə uğurlu, işıqlı yol arzulayıram sizə və beləliklə dostumuza verək sözü. Onlar da öz həyatının memarı olaraq çıxışını da etmişdi bugün. Görək dostumuz nə deyəcək? Axşamınız xeyir, nuş olsun, xoş gəlmişsiniz. Verim deyirsən. Hər birinizi salamlayıram, xoş gəlmisiniz. Bugün bizim artıq ikinci çıxışımızdır. Ona görə səhnə həyəcanımız da qalmadı. Səhər-səhər daha həyəcanlı idim burada. Bu günləri mən də motivator verilişində məni görməmiş olsaz da orada çəkilmişəm. İnşallah montajlar gedir və çox yaxında mən də orada olacağam. Və Birol klubunun açılışını elan edirik. Birol klubunda yəni çox fərqli bir yaxınlaşmalar eləmişik, çox fərqli yəni aspektlərdən baxmağa çalışmışıq bu networkinglərə. İnşallah ki, bunu da sizlərlə Rüfət daha ətraflı izah eləyəcək, biz nələrə toxunmağa çalışmışıq. Ən önəmli olan isə bugün günorta mən dedi öz həyatımın memarı ol mövzusuydu. Bugün günorta ilə doktorun mövzusu mən kimi təqdim edən yalnız mənim özüməm idi. Biz istədik ki, bizim elə bir klubumuz olsun ki, burada biznes sahiblərinin özləri iştirak eləyə bilsinlər və yalnız biznes sahibləri üçün olan bir klub olsun. Hər hansı bir şirkət nümayəndələrinin iştirak elədiyi və s. bu formada olmasın və onları yalnız çünki özləri kimi, yalnız özləri təqdim eləyə bilər. Yəni buna çalışacağıq. İnşallah xeyirli uğurlu olsun, nə deyək? Mənə də bir şey saxlamadınız da. Salam dostlar. Çox şadam da oradan sizi bu günləri görməyə. Bura çox dəyərli və mənə yaxın olan insanlar gəlib. Həmçinin bizim bu motivator klubdan gələn, yəni ilk kökdən və sonradan bir Birol klubu yaratmağı istədik. Məlumatı vermişsiniz. Mən əlavə bir məlumat verməyə məncə ehtiyac. Maşınlarla bağlı sonra verərik birazdan. Doğrudan da yəni hər kəs bizə üzv ola bilər. Çox maraqlı bir projelər gəlir, dünya gəzintiləri olacaq, rayon çıxıntıları olacaq və həmçinin güclü networkinglər. İnşallah, yəni çox sağ olun hər şeyə görə. İnşallah. Ümumiyyətlə Birolun məqsədi bütün insanları tək Azərbaycanda yox, ümumiyyətlə bizim Azərbaycanlılar var, başqa ölkələrdə yaşayırlar. Onları birləşdirmək, gücümüzə güc qatmaq. Ona görə də bizim lozungumuz Birol hər kəsi birləşdirən bir dəyər. Ona görə bu Birolda kimliklər ki, inşallah gələcəkdə üzv olacaqlar, bu barədə birazdan Samir bəy məlumat verəcək. Diqqətinizə görə çox sağ olun. Samirin yox, Arifin sözü var idi. Buyurun. Sadəcə deyirdim ki, iki gecədir də oradan yatmırıq, bu projenin üstündə işləyirik. Yəni hamı yorğundur. Bu günləri 3000 studentin qabağına və gənclərin qabağına danışmışıq. Çox çətin idi. Yəni amma mükəmməl keçdi. Tezliklə bu yeni videoları görəcəksiniz. İnşallah bu gecə də çox maraqlı, gözəl keçdi. Hər kəsin nuş olsun və bizim aramızda sizi görməyə istəyirik. Çox sağ olun, sağ olun. Samir, biz danışdıq. Mən mükafat vermişsən. Sən verirsən mükafat. Əslində getməyin. Pul yaxşı mövzudur. Birincisi dostlarımızın çıxışının hərəsinin bir sözü, bir statusu idi əslində. Onu yazıb saxlayıb paylaşmaq olar. İkincisi biz bir müddət bundan öncə Ramazanda iftar süfrəsində yığışanda belə bir yaxşı söz işlətdilər. Orada biraz daha az insanlar vardı. Mən bu sözü burada gördüyüm insanlar üçün xüsusi vurğulaya bilərəm. Burada olan bütün insanlarla, bax bütün bu gözəl insanlarla bir yerdə bir şəhər qurmaq olar əslində. Bu çox qəşəng bir söz idi. Hərə öz sahəsində uğurludur və nə yaxşı ki, bizim gənc istedadlı biznesmenlərimiz bəziləri kimi paxıl deyil, öz təcrübələri ilə gənclərlə bölüşməyi sevir, onlara dəstək olmağı sevir, ümumiyyətlə bir-birlərinə dəstək olmağı sevir. Və nə yaxşı ki, Azərbaycan kimi, Bakı kimi yerdə bax belə insanların belə bir təşəbbüsü var, hansı ki o təşəbbüs nəticəsində biznesmenlər bir-birlərini xahişlə, nə bilim, tapşırıqla yox, elə dostluq münasibəti üzərindən tanıyırlar. Bu motivatorun və bu gündən etibarən fəaliyyətə başlayan Birolun uğurudur. Yəni dostlarımızın uğurudur. Və mənə söyləmişdilər ki, dostlarımız, bax bu 5... Mən istəyirəm ki, motivatorun bugün 5 yaşıdır. Amma motivatorun gəldiyi bir yol var. Bir video çarx var motivator haqqında. İstəyirəm hamılıqla bir yerdə biraz keçmişə gedək
o video çarxda olan bir hissədir əslində motivatorun. Təbii ki 5 ili əhatə eləmir, amma bir video çarxımız var. Onu baxaq, izləyək, daha sonra davam edək. Motivator Azərbaycan ilk qlobal motivasiya layihəsidir. Layihənin məqsədi müxtəlif sahələrdən olan uğur qazanmış şəxslərin uğur hekayələrini Mənə deyirdi ki, yaxşı oxu ki, yaxşı bir şirkətdə işləyəsən, amma digəri deyir ki, yox, yaxşı oxu ki, yaxşı şirkətin olsun. iş prinsiplərini, Qonaq və yaxud da aparıcı səhvən nəyisə düz demədi, xoşa gəlməz bir ifadə efirə getdisə, bu düyməyə basırıq və o hissə kəsilir. və əsas uğurlarının sirlərini izləyicilərə çox asan, anlaşılan dildə çatdırmaqdır. 30 il bundan qabaq kağız daşımaqla məşğul olmuşam. Bizim şirkətdə ali təhsil biz tələb etmirik. Fəaliyyətdə olduğumuz müddətdə 200 veriliş, 80 promo çarx, 20 uğur hekayəsi videosu və çox saylı animasiyalar çəkilib izləyicilərə təqdim olunur. Məktəblərdə, universitetlərdə müşir deyirdir ki, qayıdınız evə, əgər anavuzu görsünüz, öpürsünüz onu. Əgər atavuzu görsünüz, deyirsiniz ki, papa, mən səni sevirəm. Sonra gec olacaq. Ondan əlavə, Motivator Media Mərkəzinin təşkilatçılığı və media dəstəyi ilə Parajudo üzrə dünya çempionatı, möhtəşəm kickboks gecəsi, zəfər gününə həsr olunmuş boks gecəsi keçirilmişdi. Əlavə olaraq isə Motivator Media Mərkəzi tərəfindən təsis olunmuş Motivator Fighting Championship döyüş liqası müxtəlif idman yarışları keçirir. Müxtəlif konfranslar, xeyriyyə aksiyaları və tədbirlər təşkil olunmaqdadır. Ümumilikdə hazırlanan videolara 15 milyondan artıq baxış olub. Keyfiyyətli və yalnız faydalı kontent. Sən xəstəxananın koridorunda deyilsənsə və yaxud xəstəxana palatasında deyilsənsə, sən hər şeyi bacaracaqsan. Bir-birindən maraqlı qonaqlar, 1000 manatdan 2 milyonluq layihəyə necə çatmaq olar qısa müddətdə onu eləməyə çalışdım. Siz nəyəsə nail olmaq mümkündür Azərbaycanda. Kim ki deyir ki, o mümkün deyil, inanın ki, istəsəz hər şey mümkündür. və idmanımıza dəstək prezidentlərin tövsiyə və məqsədləri. Sən mütləq iş tapıb işləməlisən, evə pul gətirmək kişi sənə necə yəni? Bunlar hamısı yalnız bir ünvanda. Motivator Azərbaycan. Motivator Azərbaycan. Uğurlu gələcəyə doğru. Motivator Azərbaycan hələ bu videoda gördükləriniz bir hissəsi idi. Bayaq Rüfət də söylədi. Bu ideya olaraq var olanda biz bir məkanda oturmuşduq. Bunu bir dəfə də söyləmişəm. Bir yerdə danışırdıq bu ideyanı. Rüfətin fikri o idi ki, aparıcısı mən olum əslində zamanında. Mən gördüm ki, Rüfət o qədər danışır, yaxşı danışır ki. Dedim, qardaş, elə sən aparsan daha yaxşıdır və elə də başladıq. İlk etaplardan ölkədə hər sahəsində, öz sahəsində ən uğurlu insanları bir yerə topladı və motivasiya verməyə başladı. Birazdan burada bayaq da söylədim, bu yaxın zamanda bizim idmançılarımız var, bir masa, hər birini bir daha salamlayıram. Onların uğurları oldu, Azərbaycan bayrağını qaldırdılar. Onları da təqdim edəcək ayrı-ayrılıqda, mükafatlar təqdim edəcək onlara və təbii ki, onların sözlərini də eşidəcək. Amma musiqili məqamlarımız da olacaq. Hamısı bir neçə andan sonra sizin hər birinizin diqqətinə təqdim olunacaq. Bizim burada mən sevmirəm o sözü. Mən o sözü dostlar deyə müraciət eləmək istəyirəm də. Yəni bir gecə təşkil olunursa, o gecədə dostlar olur, dəstəkçilər olur. Onlara təşəkkür eləmək istəyirəm. Onların adlarını qeyd eləyəcəm, haqqında məlumat çatdıracağam sizə. Bax, bu gecənin bu məkanda təşkil olunmasında əməyi zəhməti keçən dostlar, Redesign Luxury şirkəti, onlara bir xüsusi təşəkkürüm var. 3 ilə yaxındır ki, fəaliyyətdədir. Son bir ildə isə düzgün addımlarla daha da böyüməyə başlayıb. Azərbaycanın ən fərqli ofislərindən biri olan Redesign Luxury və təbii ki, sahibi Tural Namazov. Uğurlar arzu edirik. İşlərinizdə, bütün gələcək planlarınızda inşallah bizim də sizə işimiz düşsün, dostlar. Və FM Jewelry, bizim dostlarımız
Hardadılarsa alqışlayırıq onları. 2023-cü ildə təsis edilmiş Azərbaycan multibrendidir. Əsas fəaliyyət prinsipi müştəri məmnuniyyəti olan brend şəhərin ən dəbdəbəli konseptual mağazalarından biridir. Dəbdəbə və zərifliyi eyni zamanda vəd edən FM zinət əşyaları geniş çeşidli və göz oxşayan parçalar kolleksiyası ilə zərgərlik həvəskarlarının xidmətindədir. Bu arada bizim dostlarımız məhz FM Jeveleri deyir ki, bugün burada xanımlarımız var. Hörmətli xanımlar, sizə deyil. Bax, mən demirəm, mən vasitəçiyəm. FM Jeveleri deyir ki, Birol kluba bu gecə burada üzv olacaq xanımlara, neçə xanım üzv olacaqsa, hamısına FM Jeveli'dən hədiyyə var, hədiyyə. Odur ki, xanımlar, bu gecədən əgər üzv olsaz Birol kluba hədiyyə ilə ayrılacaqsınız. Təşəkkürlər FM Jeveleri, minnətdarlığımızı bildiririk. Və Creatime həmişə özünə məxsus dizayını, istehsal keyfiyyəti və müştəriləri məmnun etmə bacarığı ilə seçilir Creatime. O dostlarımıza da təşəkkür edirik. Digər dostlarımıza birazdan təşəkkürüm. ol deyirik.
və hərə öz fikirlərini söyləyir burada Birol haqqında. Mən istəyirəm bir dostumuzu bura dəvət eləyim. O gəlsin, ətraflı şəkildə Birol haqqında hər birinizə məlumat versin. Bu gecə burada Birolun üzvləri ola bilər, yeni üzvlər də qoşula bilər. Sərxan bəy, Sərxan Qurbanlı mən bura dəvət etmək istəyirəm. Buyursun gəlsin. Yeni yaranan Birol haqqında Sərxan yenə də və yenidən sən və məlumat versin. Ətraflı mikrofon səndə. Birol tam nədir? İnsanlara nə verəcək? Ümumiyyətlə o haqda. Teşekkürler Samir Bey. Axşamınız xeyir bir daha. Mən də bizim idmançıları təbrik edirəm. Şükran. Allah bizi qurtardı. Nəyə görə? Səhnə maksimum 13 nəfər üçün planlaşdırılmışdı. Siz çıxanda dedim inşallah dözər, yaxşı qurtardıq. Müəllim, həqiqətən də biz səhər burada biraz tələbələr dəvət eləməz. Dedilər ki 15 nəfərdən artıq olmaz. Sizinkiler maşınlar əsə 3 nəfər hesabladım. Dedim indi çəkər, birazını çəkər. Çəkməzsiniz, təbrik edirəm bir daha sizi. Beylər, akşamınız xeyir, değerli hanımlar. Akşamınız xeyir. İstəyirəm ki biraz atmosfer dəyişsin. Biraz bir alqış, bir hərəkət. Biraz bir hərəkət lütfen. Biznesmenler siz motivasiya lazımdır. Akşamınız xeyir. Hər birinizi sevirik. Və beləliklə Birol haqqında kiçik bir məlumat vermək istəyirik. Dediyimiz kimi Birol Motivator Media Mərkəzinin bir layihəsi olaraq bizim tərəfimizdən 5 nəfərlik bir idarə heyət tərəfindən yaradılmış bir networking platformasıdır. Siz bu akşam networking demək bilirsiniz ki, zaten vizitka vermək deməkdir. Fərqli sahələrdən bəylərin, birazdan diyeceğimiz gələcək. Əgər ki o səs kiməsə yorucu gələrsə, keçin networking qurun. Çünki bilməyənlər indi yəqin ki oradan görünmürəm. Çünki mən qadınlarla işləyirəm. Qadınlarla bir gün işləyəndə 5 gün sayılır. Mənim 30 yaşım var və mən 30 yaşımda şükürlər olsun ki bir gözəl bir marka sahibi olduq. O marka sahibi ilə bağlı sizə bir hekayə anladım. Bir 6 ay bundan öncə bir gənc dostumuz mən əlaqə saxladı. Dedi ki, Sərxan bəy, sizlə görüşmək istəyən bizim dostlarımız var. Hani böyük Pakeleniyadan dediğimiz biznesmen dostlarımızdır. Gece saat 1'di. Bizim Blue Mall filialı var, 1000 kvadrat. Oranın təmirindən çıxmışıq. Təmir prosesi necədir bilməyənlər üçün deyim. Biz mənfidən başlayanlarıq. Normalde bir biznesin açılması üçün bir biznes plan hazırlanında büdcə çıxarılır. Misal üçün deyə yarım milyon. Bizim nə qədərimiz var? 10 bin. Ama biz bu biznesi edəcəyik demişik. Yani motivasyonumuz yüksək, enerjimiz yüksək. Sonra borçlanmağa o mənfidən başlayırıq. Borçlanıb gəlib sıfıra çıxmamız 3 il çəkir. Sonra təkrar başlayırıq. Sonra qazananda yeni filiallar. Çünki gənclər yetişir. O gənclərin gözündəki işıq, onların ehtiyacı bizi məcbur edir ki, biz böyüdək. Artıq o ölkə üçün yetərincə böyüdüyümüzü düşünürük. İndi işə yaxın qonşu ölkələrə böyümək adına. Burada da Birolun bizə böyük bir qatkısı olacaq necə? Bizim planımızda belə bir versiya var ki, biz Azərbaycanda ən önəmli şey biznesmen üçün referansdır. Bugün hər hansısa dostumuz gedib Özbəkistanda, Qazaxstanda, Türkmenistanda və yaxud da Gürcüstanda bir biznes qurmaq istəyəndə onlar referans istəyirlər. Çünki tanımırlar. Adam sənə 1 milyon verəcək və yaxud da 5 milyonluq obyektini verəcək və s. Düzdürmü? Biz oradakı Birol kimi, Motivator Azərbaycan kimi və s. biznes platformalarla memorandumlar imzalamaq istəyirik. Azərbaycanda restoran şəbəkəsi olan dostlarımız var. Gedirsiniz Özbəkistana, oradakı biznes platformasından sizləri görüşdürürük. Artıq onlar bilir ki, siz hansı qurumun üzvüsünüz, siz hansı kapasiteye sahipsiniz, siz bilirsiniz ki, onlar haranın üzvüdür və hansı kapasiteye sahipsiniz. Bunlar da hüquqi müstəvidə hesablanmaq şərtilə siz orada öz filiallarınızı aça bilərsiniz. Həmçinin də onlar üçün də o şəraiti yaradırıq. Siz getmişsiniz ailəvinizlə Türkiyədə bir istirahət mərkəzində olmuşsunuz və sizin gözəl səfalı yeri torpaqlarınız var. O otel şəbəkəsini dəvət edə bilərsiniz. Yəni bu şəkildə alışverişlər üçün qururuq. Və bu Birolun üzvləri üçün ekstra bir dəyərdir. Mən təəssüflər olsun ki, çox belə uğurlu insanlar var, içimizdə tanıyıram. Gizli milyonçular da var, onları da tanıyıram, onlar sevmirlər. Hansı ki, qara kameri sürən dostlar var burada. Mən Azərbaycanda qara kameri sürən dostlarımıza deyirəm ki, siz bizim üçün çox böyük dəyərsiniz. Onlar mütəvazi milyonçulardır əslində. Siz sadəcə mən səhər gənclərlə çıxışda demişdim. Kırmızı Lamborghini sürənlərə milyonçu deyirlər. Amma Azərbaycanda bu tendensiya biraz başqadır. Daha klasik obrazda gəzirlər, daha təvəzzükar gəzirlər. Onlar çünki bizneslərini garantilənmiş gizli milyonçular deyirik, amma bu pozitiv mənada. Biz istəyirik ki, o insanlar gənc yatırımcılarla, gənc iş qurmaq istəyən insanlara dəstək olmaqla öz bizneslərini, öz güclərini başqa qonşu ölkələrə bölsünlər. Həm Azərbaycan gənclərini
xarici beynəlxalq şirkətlərdə sahib olmasına zəmin yaratsınlar, həm də artıq o zamanında çəkdikləri əziyyətin indiki bəhrəsini yesinlər yaxşı mənada. Birol qrupunda dostlarımız var, onları da dəvət edəcəm. Onlar da bir neçə bölümünü sizə danışacaqlar və Birolun sizin biznesinizdə ən böyük təsiri nə olar? Təbii ki, media dəstəyi. Normalda bilirsiniz ki, artıq bütün bizneslərə demək olar ki, reklama ehtiyac var. Bu Birol qrupu sizə media dəstəyini həm sosial mediadan, həm də ənənəvi media vasitələrindən istifadə etməyə imkan verir. Bundan başqa, dostlar, ümumiyyətcə sizin bir investiniz var, yatırım etmək istəyirsiniz və bunu sizin üçün araşdırma edə bilərlər. Güvənilir, araşdırılmış, tanıdıq şirkətlər ola bilər. Siz onlara yatırım edəsiniz və yaxud da biz sizi daha yüksək bir investisiya dəyərləndirmədə biznesinizin böyüdülməsində satışını təşkil edə bilərik. Misal üçün bir şirkətimiz var, inanırsınız, satışları yaxşıdır, amma siz bilmirsiniz ki, bunu böyütmək üçün vəsaiti hardan əldə edəsiniz. Bunu qarşılıqlı maraqlar çərçivəsində sizin üçün yarada bilərik. Ümid edirəm ki, bu yetərincə artıq maraqlı bir məqamdır. Doğrudurmu dostlar? Tamam, aydındır. Mən istəyirəm ki, bu yerdə bizim dostlarımızdan əgər ki yoxdur, onu səhər də mənə təyib bıraxmışlar, sən bir danışsan, səhər bütün forumlarda birinci məni çıxarırlar, çünki yaşım azdır. Mən nacizənə Birol haqqında sizə məlumatı verdim. Sizə maraqlı olarsa, dediyim kimi, siz məlumatları bizim əməkdaşlardan ala bilərsiniz detallı və yaxud da sonraki günlərdə əlaqə saxlayıb işbirliklərinə öz fikirlərinizi bildirə bilərsiniz. Dostlar, hələlik axşamımız bir daha xeyir, nuş olsun. Nə xoşdur sizi burada görməkdən. Burada demək olar ki, hər kəsi tanıyırıq, hər kəs dostlarımızdır, hər kəs bir-birinin dostudur, biz də onun dostunu tanıyırıq. Şad oldum, Samir, ümid edirəm ki, biraz açıqlama verə bildim. Sən bu qədər danışdın. Mən iki dənə nüansda qaldım. Bir, sənin 30 yaşın var. Orada qaldım. Və əmin oldum ki, qadınlarla işləmək bir gün 5 günə bərabər imiş. 2, indən sonra şəhərdəki qara kəmirlərlə daha ehtiyatlı olmaq lazımdır. Onu anladım. Təşəkkür edirik. Yəni, Ferrarilər, Lamborghinilər yox, qara kəmirlərə diqqət eləmək lazımdır. Yəqin ki, bunu sən təcrübədən keçirdən bir adam olaraq bizə bu məlumatda verdin. Təşəkkürlər. Çox sağ ol. Və mən bizim bayaqları əvvəldə dostlarımız var idi. Onlara təşəkkürümün bəziləri qaldı. Onları da etmək istəyirəm. Status qrupa mən təşəkkür edirəm. Hər zaman müasir tələblərə uyğun dizaynlara daim mənzillərinizdə xüsusi fərq yaratmağa çalışır. Əgər siz də evinizdə göz oxşayan görüntü yaratmaq istəyirsinizsə, əminliklə status qrupu seçə bilərsiniz. Təşəkkürlər status qrup. Dostlardan kimlərsə varsa buradan xoş gəlmisiniz bir daha. Status qrup minnətdarıq. Və mən 2 gün bundan öncə orada oldum. Çox yaxşı mənada təəccübləndim. Motiv adamları gəlsinlər səhnəmizə. Qanun Mühasibatlıq şirkətinin təsisçisi Xanoğlan Ramazanov. Xoş gəlmisiniz. Bir neçə anlıq bir neçə anlıq burada gözlədəcəm. Bəşir Ağayev, status qrupun təsisçisi. Fəqan İsmailov, FM səhnəyə dəvət edirik Fəqan bəydə. Fəqan İsmailov buyursun. Bayaqdan xanımlara jest eləyən, xanımlara hədiyyə verəcək olan bizim Jeveleri şirkətinin rəhbəri, xoş gəlmisiniz. Və Rüfəti dəvət eləyirəm. Təbii ki, mükafatlar var. Rüfət təqdim etməsi üçün dəvət eləyirəm səhnəyə. Birol iş adamları, həmçinin də iş adamlarını birləşdirən bir qrupdur. Və təbii ki, motivatorun sayəsində və dostlarımıza motivatordan bu gecədən Xanoğlan Ramazanov, Bəşir Ağayev və Fəqan İsmailov. Nə qeyd eləmək istəyərdim ki, Xanoğlanın biz verdiyimiz fəxri üzv ona bağlıdır ki, Xanoğlan bizdə verilişdə olub, verilişdə çəkilib və hər bir verilişdə çəkilən insana belə bir fəxri üzv, belə bir diplom veririk. Ona görə təşəkkür bildirirəm sənə. Necə idi verilişin? Axşamınız xeyir olsun.
Rüfət, birinci icazə versəz mən sənə təbrik eləyim. Motivatorun 5 yaşını təbrik eləyim. Mən bunu dəfələrlə motivator haqqında söhbət düşəndə hər yerdə demişəm. Bəzi insanlar var ki, işi gəlib kimi üstünə oturar. Həqiqətən, yəni o iş fikirləşərsən ki, bu insan sırf bu iş üçün yaradılmışdı. Rüfət həqiqətən elə bir qardaşımızdır. Həqiqətən bu işte bu motivator layihəsini maşallah olsun elə icra eləyir ki, insan kənardan baxanda həvəslənir, sevinir, istər-istəməz insan motivasiya alır. Çox mükəmməl işləyirsən, işi görürsən bu işi. Həm öz işində, həm gəncləri maarifləndirməkdə, motivasiya verməkdə həqiqətən çox belə deyim, yüklü bir işi çiyinlərə götürmüsən. Sənin işində uğurlar arzulayıram qardaş. Səninlə həqiqətən fəxr eləyirik. Neçə nailiyyətlərə bir yerdə inşallah addımlayarıq. Yeni kluba da yəqin ki olacaq mütləq şəkildə. Uğurlar arzulayıram. Elə o klubunla da bir yerdə yeni uğurlara. Sağ ol qardaş. Çox sağ olun. Bir dənə Xan oğlanı ürəkdən alqışlayaq, bir dənə zəhmət olmasa. Bir dənə gürültülü alqışlar zəhmət olmasa. Bəşir dostumuz. Axşamınız xeyir olsun. Hər kəs xoş gördük. Qardaş, o gün olsun ki 50 illik qeyd edəsən. Fəxrimizsən. Səhər deyək, günorta burada olanda bir dostumuzla söhbət edim. Dedim ki, yəni mən bu adamın enerjisinə heyranam da, maşallah olsun. Adam enerjisini israf eləmir. Dostla, qardaşla, idmançı ilə, biznesmenlə, hər kəslə münasibəti yerində saxlayır. Və bugün hər şey ortadadır. Biz axırıncı dəfə bir iftar süfrəsində olanda mən dedim ki, o gün olsun ki, sayımız qat-qat artsın. Maşallah olsun, mən əminəm ki, bu gələn il və bundan sonraki illərdə bura gördüyümüz insanlar qat-qat say artacaq. Və əminəm ki, hüdudları keçəcək, ölkəmizin hüdudlarını keçəcək. Mən fəxr edirəm ki, mənim sənə kimi dostum, qardaşım var. Bir daha təbrik edirəm. 50 illik, 100 illik qeyd edirsən. Bizə bir qardaş kimi baxaq, fəxr eləyək, fərəh duyaq və həmişə yanında olmaqdan acizanə mutlu olaq. Axşamınız xeyir olsun. Rüfət, mən qısa bir şey demək istəyirəm. Mən Birolu yeni öyrəndim. Layihəni yeni öyrəndim. Ancaq mən bir şey başa düşdüm ki, hər bir şəxs individual olaraq hərəsinin öz yolu olsa da, ancaq bir dənə məqsəd var, zirvə. Burada hamı, sahibkarlar və digər şəxslər, hərənin öz peşəsi var, hərənin öz işi var. Amma hamının məqsədi zirvəyə qalxmaqdır. Mən bir şey başa düşdüm ki, motivatorda zirvəyə qalxmaq istəyirsənsə, niyə o yolu tək gedəsən? Yəni, tək getməyə ehtiyacı yoxdur o yolu. Mən Himalay dağına qalxacamsa, o yolu dostlarımla getməyə, tanışlarımla getməyə və ya yolda yıxılanda mənə kömək edəcək bir şəxslərlə getməyə daha çox tərcih eləyərəm. İnşallah hər kəsi sənin layihənə üzv olmağı dəvət eləyirəm və icazən olsa sənin də, mən də özüm də üzv olmaq istəyirəm inşallah. FM Cəbələri rəhbəri olaraq mən də istəyərəm bu yolda sənin dostlarınla, sənin ətrafınla və buradakı oturan çox insanlarla da mən yolu getmək istəyərəm. Təşəkkür edirəm, çox sağ olun. Çox sağ olun dostlar. Təşəkkür edirsin hər birinizə, minnətdarlığımızı bildiririk həm çıxışlarınıza görə. Və keçid alaq bu gözəl məqamdan sonra musiqiyə. Bayaqdan bəri yolunu gözləyirik. Nəhayət gəldi, çıxdı. Onu da qeyd edelim ki, günorta olan forumda da onun ifası səslənib. Bu gecə də onun ifasını eşidəcəyik. Çox sevdiyimiz gözəl bir xanım, gözəl bir səs, gözəl musiqilər, ruhunuz da dincələcək, özünüz də zövq alacaqsınız. Çinarə Məlikzadə alqışlarınız. Geddə yüzü küləyə, bükülməsin dizimiz. Geddə yüzü küləyə, uyandırıb qəlbində məni, əbədi yanar bir sevgi məşəli. Vurulmuşam bir yara, gözü qaşı qapqara, çox ifaçı beş kimi, ona söyləməyə utanıram mən. Korkmuyorum
sensiz yaşamak zor geliyor her güne hasretinle başlamak. Kavuşmak istiyorum her an sana kavuşmak zor geliyor bir tanem yokluğuna alışmak. Sen müşfiqin yanında kal, inan sana kurban. İstersen canımı al, inan sana kurban. Sen müşfiqin yanında kal, inan sana kurban. İstersen bu canımı al, inan sana kurban. Motivator Fitness Club sizi daha sağlam, daha energetik və daha özgüvənli hiss etməyiniz üçün fəaliyyət göstərir. Burada müasir avadanlıqlarla təchiz olunmuş fitness və crossfit zalından və yalnız xanımlar üçün fəaliyyət göstərən idman zalından istifadə edə bilərsiniz. Həmçinin fitness food restoranımızdan dietik yeməklər sifariş verə bilərsiniz. Peşəkar məşqçilərimizin nəzarəti altında Motivator Fitness Klubda qollarınızı gücləndirin. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Club. Məqsədlərimizə birlikdə nail olaq. Deməli, dostlar, hal-hazırda inline, bax bu və bunu kimi bir çox avtomobilləri, elektroavtomobillər, digər avtomobilləri isə təqdim edən inline bir hədiyyə kampaniyası keçirdir. Yəni nə? Bunu deməli, burada Ramazan ayı boyunca inline-dan avtomobil almış müştərilərin nömrələri var. Və orada bir iPhone 15 var. Saxla bunu, Rüfət müəllim. Bax, bu iPhone 15 hal-hazırda sizin gözünüzün qarşısında, Pro Max sözlə deyəsən, Kənan. Bu, buradan çıxacaq bir şanslı qalibin, kimin nömrəsi çıxacaq bilmirəm, ona zəng vururuq. Elgün, telefonumu ver mənim. Ona zəng vururuq və həmin qalib görək kimdir, kim çıxardır, sən yoxsa mən? Okey. Mən çıxardım. O belə bəxt məsələsi, bu gəldi əlimə. Deməli, burada müqavilə nömrəsini deməliyəm, eləmi? Müqavilə nömrəsi 0012 40 32 və 412-dir, səhv eləmirəmsə. DJ Kənan, bir neçə dəqiqə sənin musiqinlə baş-başa buraxmaq istəyirəm, icazə varsa. Biz bayaqdan bəri səni gözləyirik və DJ aparatı ilə musiqi alətini birləşdirən insan. Buyur. My lover's got no money, he's got his strong beliefs. My lover's got no power, he's got his strong beliefs. My lover's got no fame, he's got his strong beliefs. My lover's got no money, he's got his strong beliefs. One more and more, people just want more and more freedom and love. What he's looking for, one more and more, people just want more and more freedom and love. What he's looking for, freed from desire, mind and senses purified, freed from desire, mind and senses purified, freed from desire, mind and senses purified, freed from desire. Na 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 na
me over, give you a mad emotion, cooking up with a booze. Burada gözəl bir avtomobil var, Zikr. Və bizim Tural dostumuzun şirkətinin rəngidir. Bu gün də işlədiyimizə görə nəqd alışda bir indirimlərimiz var. Tural Bey istəyir ki, onunla bir maraqlansın. İndi biraz hərəkət lazım deyə düşünürük. Mən doğru mu anladım? Avtomobilin rəngində kimin üzərində rəng varsa ona endirimdir. Elədirsə əgər. Qismət və təsadüf deyək buna. Elədirsə əgər, yəni açarlarımı verin, mən çıxım yedim. Bu qədər iş adamları. Yeni üzvləri təqdim eləyəcək Rüfət birazdan və buyur. Bu heç bu yeni deyil. Bu keçdi bu tərəfə. Yəni yeni üzvlər. Arif sən də keç bu tərəfə. Xəyal sən də keç bu tərəfə. Siz bu tərəfə. Bunlar Tural keç bu tərəfə. Sağ tərəfimdə yeni üzvlər, hansı ki, inşallah ki, motivator layihəsinin buyur. İnsanlar arasında da kimsə yeni üzv olmaq istəyirsə buyurub gələ bilər ha, yəni. Onu da bildir. Xanımlar məsələsini Saxara danışacaq, Saxara. Motivator Woman-dan vaxt inşallah. Xanımlar, diqqətiniz məndə olsun. Motivator Azərbaycan layihəsini bilirsiniz. Və həmən layihənin Motivator Azərbaycan Women olaraq başlayırıq. Mənim təqdimatımda işim az idi. Dedik ki, bir də buradan olsun. Cəmi 2 saat yata bilirdik, deyik də neyirik yatıb. Ümid edirəm ki, bu çəkiliş bəylərdən fərqli olaraq 6 aya bir layihə çıxmaz. Çünki xanımlar buradan çəkmənim. Burada Fox. Bəli. Biz düşünürük ki, xanımlar da artıq biznesdə məşğul olan xanımlar öz hekayəsini danışmaq üçün Motivator Azərbaycan Women üçün bərabər olacaq yeni sezonda və çox yaxında ilk buraxılışımızı təəssüflər olsun ki, çəkəcəyimiz xanım hal-hazırda iş səfərindədir və o sabah gəlir, yaxında ilk çəkilişimizi edirik. Xanımlar, ümumiyyətcə Motivator Azərbaycan layihəsi maraqlıdır. Xanım, biraz sayımız azdır hal-hazırda. Oradan bəli deyən oldu, sadəcə başı ilə. İndi inşallah sonrasında aktiv olacaq. Və çox qəribə şəkildə bizim dostlarımız var ki, artıq bizim bir dostumuz dedi ki, Özbəkistan bazarı da araşdırmaq, kakraz elə sizdən gedək tez bazar. Xoş oldu bəylər. Ümid edirəm ki, bu bir ay ərzində 50 minimum biz hədəfimiz var ki, 50 nəfərlik bir qrupla qonşu ölkələrin birinə işgüzar səfər edək. Uğurlar, xoş gəlmişsiniz deyirəm. Siz davam edin və Motivator Azərbaycan kanalında Motivator Women-i yaxında gözləyin. Uğurlar. Axşamınız xeyir olsun. Biraz qabaq danışdıq əslində. Çox özümüz haqqında məlumat verməmişdik. Biz inşallah ki, bu yeni klubumuzda 3 şirkətlə təmsil olunacaq. Biri elə Motivator layihəsinin mühasibatlığını da aparan qanun mühasibatlıq şirkətidir. İkincisi Hanoğlu Baklava Lokum brend altında fəaliyyət göstərən Hanoğlu MMC, ləziz türk şirniyyatları və bir də açılışını yeni elədiyimiz, hələ Rüfət qardaşımız gəlib çıxmayıb, ora inşallah ən yaxın zamanda artıq yeni klubuna gözləyirik. Şəki Agro Suvarma Sistemləri, A-dan Z-yə bütün iri sahələrin suvarmasını həyata keçirdən Şəki Agro Suvarma Sistemləri ilə iştirakımızı düşünürük inşallah Allahın izni ilə. Xeyirli uğurlu olsun. Rüfət, xeyirli uğurlu olsun qardaş, təbrik edirəm. Bizə də xoşdur ki, yəni burada sənin yanındayıq, hər zaman yanında olmuşuq, olacaq da inşallah. Çox sağ ol. Bir də hər kəsi salamlayıram. Sərxan, mən Motivator Woman-da istəyərdim sənin dəstək olum, inşallah. Məndə də qızıl zinət əşyaları da. Görürsünüz uşaqlar, bax, Birol qrupunun artıq Motivator Azərbaycanda Women bölümünə bir sponsorumuz var. Alqışlayırıq bizim dostlarımızı. Sponsorsuz da düzdür mü? Baş sponsor olaraq sizin sponsorluğumuzda ilk verilişimizi çəkirik. Bəli, xeyirli olsun, uğurlar. Mən düşünürəm ki, əgər mənim videolarımız 1 milyona yaxın baxışlar olur da, 1 milyonluq bir baxışda, bəli, o qədər xanımdan hazır müştəri potensialdır. Ağırlı fikirdir, heç də ziyana vurmuşsun. Mən burada deyəsən qazanmıram bircə, hamı qazanacaq, amma Samirlə biz elə
Samir, İnşallah bizə də hədiyyələr olacaq. Həm Motivator Azərbaycandan, həm də Fəqan bəycidən. Düzdürmü? Bir də bütün xanımlara nəzərinə bildirmək istəyirəm ki, Motivator Women-ə sponsor olacaq hər bir şəxsə FM Jewelry-də 30% endirim və kredit, faizsiz kredit şəraiti, bəli, özüm indi bu dəqiqə yox, kredit, ümumiyyətlə bizdə kredit söhbəti yoxdur, ancaq Motivator Women iştirakçılarına, yəni üzvlərinə 6 aylıq faizsiz, heç bir faiz olmadan, hətta endirimin üzərinə 6 aylıq, bəli, bəli, bilirəm ki, problem olmayacaq, ona görə garantör olaraq sizi görürəm. Ona görə təklif eləyirəm onu hamısı. Vur. Dostlar, hər yeni abunə üçün Birol qrubuna, hər abunə olan üçün bir qonqumuz var və beləliklə bu kim üçündür? Fəqan bəy üçün, baş sponsorum Fəqan bəy üçün. Qadın dünyanın ən özəl və ən dəyərli varlığıdır. Onları bu özəl gündə dəyərli zinət əşyaları ilə sevindirin. İlin hər günü özəl hiss etməmiz diləyilə. Növbəti. Orxan bəy üçün də bir qonq vurun, zəhmət olmasa o danışdı. Aha, geri dönüş yoxdur ha bundan sonra. Bu iki və Xanoğlan bəy üçün 3. Salam, hər vaxtınız xeyir olsun, hər birinizi salamlayıram. Xeyirli uğurlu olsun inşallah bu layihə. Əslində bizim bu region ölkələrində iş görməklə bağlı Sərxanın uzun zamanda bir söhbətimiz var idi. Bu da təsadüf oldu, elə tam üst-üstə düşdü. İnşallah inanıram ki, bu layihəni bərabər eləyərik. Bizim də xarici ölkələrdə iş görmə fikrimiz var. Bir yolla bərabər eləyərik. Xeyirli uğurlu olsun. Bizim də əsas işimiz geyim sektorudur. İnanırıq ki, bütün region ayaq-yalın gəzər inşallah yaxın zamanda. Təşəkkürlər. Yeni üzvləriniz xeyirli olsun. Qonqla da təsdiqləndi və geri dönüş artıq yoxdur. Baş sponsorluğu da sən götürdün üzərinə. Xeyirli olsun. Növbəti ayağın da düşərli olsun. Birol, köhnə və yeni üzvlərə bir alqışlayaq zəhmət olmasa. Və üzv olmaq istəyən bir nəfər də var. Anar bəy. Anar bəy. Yo, Əli. Bəs niyə Anar deyirsiniz mənə? Əli bəy, üzv ol. Gözlə, bəlkə adam sadəcə təbrikə çıxıb. Bir deyən. Kim üzv olmaq istəyirsə, eşidirsiniz də, səsimiz gəlir. Buyurun, gəl. Nəyə? Üzvlüyə. İndi bu dəqiqə gəlib üzv olmaq istəyən hər kəsə Rüfət Həsənovdan 10% endirim. Özündən 10, amma cəmaatdan 20%. Digərlərindən 20%, başqalarından da 10%. Tural deyir. Tural deyir ki, yeni üzvlərə bizdən 50% endirim. Azar Tuning ümumiyyətlə endirim eləmir. Onda hədiyyədir onda. Onda köklü hədiyyədir. Danilov buradadır. Mən görmüşdüm onu. Getdi. Danilovdan da hər üzvə eksklüziv ayaqqabı. Danilovun ayaqqabısı, Danilovun ayaqqabısı. Məndə yox, özümünkidir, Danilovunkilar evdədir. Danilovdan da ayaqqabı, özünün xəbəri yoxdur, amma biz onu dedik. Var? Hə, okey. İndi yeni üzvünüzü eşidək. Eşidək yeni üzvünüzü. Buyur. Hamını salamlayıram. İlk öncə sizə təbrik edirəm. Belə bir layihə imza atdınız. Sizə uğurlar arzu edirəm. Ümidvaram ki, bu layihə beynəlxalq arenalarda da öz sözünü deyəcək. Mən də Markeraz şirkətinin təsisçisi olaraq bizim fəaliyyət sahəmiz daha çox reklamla bağlıdır. Reklam sferasında çalışırıq. Üzv oluram bir ola, qonq vura bilərsiniz. Maşallah. Yəni bir daha söyləyirəm bu dəqiqə.
Bu tədbirin sonuna qədər üzv olmaq istəyənlər bonuslarınız bitib tükənmir. Qonqa qədər olanlar, torta qədər daha doğrusu. Tort, hanı tort? Bu arada tortu da yavaş-yavaş gətirək. Bonuslar, endirimlər, hədiyyələr, nə istəsəz var. Və bu arada bir şey də nəzərinizə çatdırım ki, Motivator Woman da olacaq. Və Woman-da da sponsor olmaq istəyən işləmək. Mən qorxuram ki, Woman başlasa men biraz gündəmdən düşə bilər. Odur ki, hörmətli bəylər, görün nə inirsiniz də, yəni sizə daha çox yük düşür. Tortumuz var dostlar, mən bayaqdan bəri söyləmişdik, elə bu gecənin dostlarla bir yerdə, bütün qonaqlarla bir yerdə o tortu kəsəcəm. Yaxşı bir ideyadır, müxtəlif sahələrdən çoxlu insanlar var, iş adamları var, yeni tanış olanlar var, köhnədən bir-birini tanıyanlar var. Sizinlə bir yerdə yeni biznes də qurmaq olar. Elə gəlmişkən şəkil də çəkdirin. Hamınızın əli bir yerdə olsun. Çünki sizin əliniz bir yerdə olduğuna görə, bir yerdə toplaşdığına görə siz bu uğurları əldə etməyi bacarmışsınız. Motivator Azərbaycan. Arif. Ən azartlı adam. Gəl. Bir saniye. Gözlə. Onu yandırırlar. Yandır qardaş. Alqışlarınızla dostlar, xahiş edirəm. 5 yaşınız mübarək, Motivator Azərbaycan. 5 illikləriniz çox olsun. Bu 5'in arkasına en azı bir 0 yazılsın. İlk yubileyiniz mübarək olsun. İnşallah bütün işlerinizdə uğur yalnız sizinle bir yerde olsun. Bunun üstün kaldırırsa müəllim, belə. Aha. Yaxın dur. Onun için lazım belə. Motivator Azərbaycan, 5 yaşınız mübarək. Gəl yaxına. Sakarya Salonu zəhmət ol. Bütün Sakarya Salonun əməkdaşları adından. Ağzınız şirin olsun. Ad gününüz mübarək olsun. Gözəl günlər sizinlə bir yerdə olsun. Elə ayaq üstə qalan bütün dostlar, hamınız gəlin tortun ətrafında bir şəkil çəkdirsinlər. Hər yerdə şəkil, ab-hava qalxacaq musiqi ilə bir yerdə, amma bütün dostlar, ayaq üstə olanlar, bütün qonaqlar, zəhmət olmasa. Motivator Azərbaycan, 5 yaşın mübarək olsun. Qaldı əylənmək. DJ Kənan buradadırsa, siz əylənməyə bilmərsiniz. Oturmaq olmaz. Oturmağa yox deyirik. Kənanla bir yerdə bugünkü ab-havanı gözəlləşdirməliyik. Kənan müəllim. Və hər kəs rəqs eləsin. Şəkillər, fotolar çəkildi. Bir daha 5 yaşınız mübarək olsun. Ad gününüz mübarək. Motivator Azərbaycan.